Hər birinizi salamlayıram əziz izləyicilər. Mən Banu Eyübova. Bu kanalı yaratma səbəbim bəzi fənlərdən, daha doğrusu 3-cü qrup fənlərindən bir sıra məlumatları, çətin dərslərin izahlarını sizlərlə bölüşməkdir. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir video olar. Öncədən təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Keçək dərs izahına. Bu gün mən dərs izahı olaraq ingilis dilinin qrammatikasından şagirdlərə ən çox çətinlik ilə gələn bir mövzu olan relativ pronounları, yəni nisbə əvəzlikləri izah edəcəm. Nisbə əvəzliklərinin sayı 5 ədədidir. Hansı ki, bunlar who, whom, whose, which və zətdir. Fikir verdinizsə, mən bunları sayarkən who, whom və whose'u 1, which və zəti isə bir qruplaşdırdım. Sizcə bunu niyə elədim? Sizcə bunların arasında bir məna bağı yoxdurmu? Var. Məsələn, ilk öncə bundan başlayaq. Who, whom və whose canlı isimlər üçün istifadə olunur. Canlı isimlər üçün. Which və zət isə daha çox cansız isimlər üçün istifadə olunur. Hansı ki, zətin orada istisnasına da toxunacam. Cansız isimlər üçün istifadə olunur. Gəlin biz başlayaq ilk əvəzliyimiz olan who nisbə əvəzliyindən. Hər birini yazarkən ayrı-ayrı rənglərdən istifadə edəcəm ki, sizin üçün daha anlaşılır olsun. Başlayaq. İlk əvəzliyimiz olan who əvəzliyi. Bu əvəzlik 3 nöqtədən əvvəl biz hər hansı bir canlı isim, 3 nöqtədən sonra isə hansısa bir hərəkət, yəni fe'l görürüksə, bizim konkret olaraq cavabımız who əvəzliyi olacaq. Who əvəzliyinin ekvivalenti kimi biz zətdən də istifadə edə bilərik. Lakin bu o demək deyil ki, zət əvəzliyi yalnız who'nun ekvivalentidir. Yox, birazdan o məsələyə də toxunacağam. Zət əvəzliyi whom və which'in ekvivalenti kimi də çıxış edə bilər. Məsələn, biz ilk öncə who'nun misallarına baxaq. Başlayıram yazmağa. Məsələn, for example, the boy works in the village olsun. Mən baxıram ki, bu 3 nöqtə olan hissədir. Bundan əvvəl isə bir isim, yəni canlı bir isimim var, nounum var. 3 nöqtədən sonra isə bir verbim var. Mən fikirləşirəm ki, mən sizə bayaq qayda izah elədim. Mən burada hansı bağlayıcılardan, üzr istəyirəm, əvəzliklərdən istifadə edə bilərəm. Mən burada cavabım konkret olaraq ya who, ya da ki, zət əvəzliyi olacaq. Çünki mən bayaq dediyim kimi, who'nun orijinal qaydası mənim bu yaratdığım qaydadır. Baxın, bu yaratdığım qaydadır. Amma bu o demək deyil ki, yalnız who'da istifadə oluna bilər. Yox, burada həmçinin zətdən də istifadə oluna bilər. Keçək ikinci əvəzliyimizə, whom əvəzliyinə. Whom əvəzliyi. Bu əvəzlikdən adətən 3 nöqtənin əvvəlində canlı isim, 3 nöqtədən sonra isə hər hansısa bir əvəzlik görürüksə, whom əvəzliyindən istifadə olunur. Yaxud da ki, 3 nöqtədən əvvəl isim, sözünü, bir də bu əvəzliyi biz görə bilərik. Amma bayaq fikir verdinizsə, mən bunları bir qruplaşdırdım. Dedim, bu da canlı isimlər üçün istəyir. Hə, orası okey, orası anlaşılırdır. Amma mən dedim ki, həmçinin bu mənim qeyd elədiyim zət əvəzliyi, mən dedim ki, whom əvəz eləyə bilər. Sizcə həmişə əvəz eləyə bilər? Yox, bu demək deyil ki, zət əvəzliyi həmişə əvəz eləyə bilər. Xeyr. Çünki baxın, mən az öncə bir qayda qurlaşdırdım. Sözünü, sonra bu əvəzlik, whom əvəzliyi. Lakin mən heç vaxt sözündən sonra sözünü plus zət işlədə bilmərəm. Bu konkret olaraq yanlış bir qaydadır. Ona görə də biz deyirik ki, zət whom'u hər zaman əvəz edə bilmir. Ümid edirəm, bura qədər sizin üçün anlaşılır oldu. Keçirəm həm 3-cü əvəzliyim olan whose əvəzliyinə. Whose.
Huz əvəzliyi bir qayda olaraq iki ismi bir-biri ilə əlaqələndirmək üçün işlənilir. Yəni, əgər sən 3 nöqtənin əvvəlində bir isim, 3 nöqtənin sonrasında da bir isim görürsən, sənin konkret olaraq cavabın huz əvəzliyi olacaq. For example, the boy whose gördünüz, 3 nöqtədən əvvələ bir isim atdım. Yəni 3 nöqtə olan hissə bağlayıcını artıq əvəzliyi artıq yazdığım hissədə üzr istəyirəm. Yazdım. Ondan sonrasını isə daha bir əvəzliyə atıram. Nöqtə. Baxın, mən bu əvəzliyimlə, huz əvəzliyimlə iki canlı ismi bir-biri ilə əlaqələndirdim. Yəni, yalnızca dediyim canlı isimlər deyil. Əlbəttə ki, digər isimlər üçün də, yəni cansız isimlər üçün də siz bunlardan istifadə edə bilərsinizmi? Əlbəttə ki, bilərsiniz. Keçək 4-cü əvəzliyimiz olan which əvəzliyi haqqında danışaq. Which əvəzliyi haqqında yazıram ki, bir qayda olaraq cansız isimlərlə işlənilir. Hətta bunu sizin üçün highlighterlayıram. Cansız isimlərlə işlənilir. Yəni, demək istədiyim budur ki, 3 nöqtədən əvvəl sən hər hansısa bir cansız isim görsənsə, artıq sənin 3 nöqtədən sonrasına baxmağına ehtiyacın yoxdur. Sənin cavabın nə olacaq? Cavabın which olacaq. Which. Və yenə qeyd edirəm, bu əvəzlik yalnız cansız isimlər üçün istifadə olunur. Mən bayaq qeyd elədiyim kimi, zət əvəzliyi, zəti ilə which-in içərisində yazıram. Çünki bunun yalnız bir xüsusi məqamı var. 5. Zət əvəzliyi. Bu əvəzlik bir çox əvəzliyin ekvivalenti kimi çıxış edə bilər. Hunun ekvivalenti kimi çıxış edə bilər. Humunki kimi çıxış edə bilər. Which-inki kimi çıxış edə bilər. Ancaq hansı məkanda anda çıxış edə bilməz? Biz fikirləşirik ki, zət əvəzliyi, yəni həmişə əvəz eləyə bilir. Xeyr, həmişə əvəz eləyə bilmir. Burada bir məsələyə diqqət yetirmək lazımdır ki, bayaq, məsələn, onu mən humda da sizə göstərdim. Sözündən sonra zət olunur deyə, zət əvəzliyi həmişə humu əvəz eləyə bilmir. Eyni qayda bu iki də üçündə keçərlidir. Siz, məsələn, in which deyə bilərsiniz. Which in deyə bilərsiniz. Which in deyə bilərsiniz, amma in zət deyə bilmərsiniz. Bu tamamilə yanlış qaydadır. Bu arada, əgər in which yaxud da which-in mənasını soruşmaq istəyirsinizsə, bunlar və-yə bərabərdir. Haradadır sualına cavab verirlər. Birdən mən fikirləşirəm ki, bəs mən həmişə 3 nöqtə olan hissədə mən həmişə relativ pronounlarla işlətməliyəm. Xeyr, mən həmişə relativ pronoun işlətməyə də bilərəm. Bəs sizcə haçan işlətməyə bilərəm? Əgər, məsələn, bir example yazıram. The bus nöqtə I take. Məsələn, davamını gətirmirəm. Baxaq bu hissəyə. Görürük ki, bizim bu 3 nöqtəmiz olan hissədir. 3 nöqtənin, məsələn, bunun orijinal qaydasına əsasən, hal-hazırda deyəcəyim qayda yox, əvvəl qeyd elədiyim qaydaya əsasən, bunun cavabı sizcə nə olmalıdır? 3 nöqtə cansız which yaxud zət. Lakin mən 3 nöqtədən sonra bir mübtəda gördüyümə görə mən burada
heç nə işlətməyə bilərəm. Yəni elə yalnız boşluq olaraq istifadə edə bilərəmmi? Edə bilərəm. Niyə? Çünki mənim mübtədam gəlib. Şərt deyil ki, mənim mübtədam şəxs əvəzi olsun. Yox, istənilən tipdə bir isim ola bilər. Əsas odur mübtəda olsun. Ümid edirəm bu video hər biriniz üçün anlaşılıqlı oldu. Ümid edirəm izahım hər biriniz üçün anlaşılıqlı oldu. Mən əminəm ki, sizlərin dəstəyi sayəsində bu kanalı daha da böyüdəcəyik və sizə də əlimdən gəldiyi qədər çalışacağam ki, faydalı videolar çəkməyə çalışım. Yəni mən özüm də abituriyentəm, çalışacağam ki, necə deyim, abituriyentin dilindən abituriyent daha yaxşı anladığına görə çalışacağam ki, hər bir abituriyentə faydalı olan videolar çəkim və sizin üçün uğurlu, faydalı bir video olsun. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Sağ olun.